Zakir müəllimi, Sumqayıtda yaşayan doğma adamların, qələm adamlarının sevgisi mənim məzmun elədi ki, bu tədbirə razı olun. Allah sizdən razı olsun. Və sağ olun ki, elə yanlış da bir naxışdır, amma burada bir yanlışlıq yox idi. Siz mənim ömrümü 20 yıl uzatdınız. Bu gedişlə 85-ci ildə də biraz uzatsanız, laf uzun ömürlərdən biri olacaq və mənim üçün çox maraqlı fal ola biləcək bir hadisə baş verdi burada. O da deyirəm, heç bir tədbirdə belə olmuyor. Mən babam haqqında bir şeir yazmışdım. Orada yazmışdım ki, Qaranquş Seyid quşudur. Baba, sənin yerində, yurdumda qaranquşlar yuva vurur. Mən özümü dünyanın xoşbəxt bəndəsi hesab eləyirəm ki, bugün mənim 75 illik yubileyimə babamın ruhu gəlir. Qaranquşlar. Bir daha təşəkkür edirəm. Zakir müəllimə xüsusi təşəkkürümü bildirirəm. Bu şəhərlə bağlıdır deyə deyirəm. Allah'ın yazdığından heç kəsin xəbər olmaz. Mənim ağlıma gəlməzdi ki, o dediyim 66-cı ildə ilk dəfə Sumqayıta gələndə əmin Mehdi Əliyevin, Sumqayıtdan tanıyır, evində olanda o 16 il dediyim ilk var, bu 16 il 160 ilə bərabərdir. Mən təbiəti görmüşəm orada. Və mən əskər ömrü yaşamışam, həmişə sübh tezdən yuxudan durmuşam. Sübh tezdən yuxudan duranda şəhər uşaqları hamısı yatılı olurlar, durmurlar. Əmingil durub dənizə gedəndə gördüm, mən də durmuşum. Dedim, sən niyə durmuşsun? Bu var. Dedim, nə bileyim, yata bilmirəm. İstəyirsən dənizə gedəm. Dedim, istəyirəm. Və mən getdim dənizə onunla. 66-cı ildən günü bu günə qədər, bu gündə mənim elə bir günüm olmayıb ki, dənizsiz keçdim. Və mənim o dəniz sevgimin özülündən Sumqayıtın 75 illiyi ilə bağlı kitabı mənə hədiyyə elədiniz. Burada olanların hamısının həyatı mənim gözüm qabağından gəlib keçir. Mən bu binanın yerində, yaşlı nəsil bilir. Futbol oynayanda ağlıma gəlməzdi ki, illər keçəcək, bu qumsal yerdə təzə bir Sumqayıt salınacaq. Orada bir muğam evi, muğam mərkəzi tikiləcək və mənim orada yubileyim keçiriləcək. Yatsam yuxuma gəlməzdi. Taleyi yazana eşq olsun. Bir daha sizə təşəkkürümü bildirirəm. Zakir müəllimə təşəkkürümü bildirirəm. Qaydınıza görə, diqqətinizə görə. Allah razı olsun.